Məsələyə günəli aydınlıq gəldi, lakin düşünürəm ki, başqa suallar da yarandı elə həmin məsələlərlə. Başqa suallar da yarandı və elə buraxılışımızın əvvəlində qeyd etmişdik ki, hörmətli tamaşaçılar, sizdən və bizim suallarımızı cavablandıracaq şəxs yalnız qurumun səlahiyyətli nümayəndəsidir və qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bizim studiyamızın qonağıdır. Xoş gəlmişsiniz Qalib müəllim. Qalib müəllim, sujeti izlədik, amma bir sıra suallar da var. İlkin yaranan sual nədir? Bütün bu yaranan vəziyyətlə bağlı, səslənən fikirlərlə bağlı nəticədə biz evimizə ət alaq, yoxsa imtina edək? Təbii ki, bu qida təhlükəsizliyi sisteminin qarşısında duran birinci tapşırıq ondan ibarətdir ki, bizim süfrəmizə gələn məhsulların təhlükəsizliyi təmin olunsun. Ət və digər heyvan mənşəli məhsullar da xüsusi təhlükəli riskinə görə həmişə fərqlənən məhsullardır. Ona görə ki, bu məhsullar xüsusi saxlama şəraiti tələb eləyir. Bu məhsulların aldığı heyvanlardan sağlamlıq vəziyyətinin normal olmasını tələb eləyir və bu istiqamətdə ciddi tədbirlər də həyata keçirilir. Mən qeyd edeyim ki, təqribən 2018-19-cu illərdə əgər Respublikamızda cəmisi 6-10 belə kəsim məntəqəsi mövcud idisə, hazırda Respublikamızda kəsim məntəqələrinin sayı 120-dən çoxdur. Yəni, bugün Respublikamızda mövcud olan kəsim müəssisələri imkan verir ki, bütün istehlak olunan ət ancaq kəsim müəssisələrində kəsilmiş heyvanların ətinə aid olsun. Və kəsim yerlərində kəsildikdə orada əvvəla kəsim müəssisələri xüsusi standartlarla qurulur. O tələblərə cavab verdikdən sonra onun istifadəsinə icazə verilir. İkinci tərəfdən də orada daimi nəzarət olur, baytar mütəxəssislərin nəzarəti olur, həm kəsimə gətirilmiş diri heyvanlar üzərindən, həm də kəsimdən sonra ətin ekspertizası aparılır və bu heyvanların həm subklinik formada olan xəstəliklərinin əlamətləri bir sıra metodik üsullarla orada təyin olunur, həm bilavasitə xəstə heyvanların vəziyyət təyin olunur və sağlamlığına şübhə olan heyvan bir mənalı şəkildə kəsimdən kənarlaşdırılır, kəsimə buraxılmır. Eyni zamanda kəsimdən sonra da bəzi məsələlər var ki, onu heyvan dirikən aşkar eləmək mümkün deyil, mütləq cəmdə mütəxəssis baxış keçirilməlidir. Bu da həll olduqdan sonra müəyyən müddətdə saxlanılır, ət soyudulur və istehlaka buraxılır. Bunun üçün cəmdəyin üzərinə müəyyən yerlərdə möhürlər vurulur. Vətəndaşlarımıza tövsiyəmiz ondan ibarətdir ki, mütləq üzərində möhür olan ətlərdən istifadə eləsinlər, yeri gəlsə satıcılardan, həm də onu deyim ki, müşahidə edici sənədlər vasitəsilə ət kəsim müəssisələrindən ticarət şəbəkələrinə daxil olur və bu müşahidə edici sənədləri istənilən vaxt tələb eləyə bilərlər. İndi biz Azərbaycanlılar hər daima keyfiyyətli məhsul istəyirik və daha çox yerli bazara üstünlük veririk və proqramın əvvəlində həmkarım Günel Davud bir fikir alış-veriş etdi və soruşdu ki, biz hansı ətlərə daha çox üstünlük verməliyik? İndi bizdə ənənələr var ki, bəziləri tanıdığı ətçidən həmin əti əldə edir, digərləri marketlərdən əldə edirlər. Hansı daha təhlükəsizdir, hansı zəmanətlidir və niyə görə? Mən qısaca belə deyə bilərəm ki, sizin sualınızın cavabında bundan əvvəlki mövzunun davamı olaraq bizdə bir ənənə yaranıb etibar elədiyim qəssabdan alıram, tanıdığım ətçidən alıram. Bu əslində bir yanlış bir fikirdir. Çünki bu bizim etibar elədiyimiz adam düzdür, bizim ticarətimizi asanlaşdırır, sifarişimizi yerinə yetirir. Amma bəzən onun kəsdiyi heyvanda elə bir təhlükə olar ki, mütəxəssis müayinəsi olmasa o qəssab o təhlükəni qarşısını ala bilməz və hiss eləyə bilməz onu. Birini deyim sizə, heyvan, məsələn, bir həftə bundan qabaq qara əri xəstəliyinə əleyhinə peyvənd edilmiş heyvan ola bilər. Xəstəlik daşıyıcısı da artıq. Heyvanda daxili parazitlər ola bilər. Xəstəlik daşıyıcısıdır. Bunu aşkar eləmək üçün mütəxəssis lazımdır. Yəni, qəssablar bunu bir nəzarətdən keçirtmirlər, yoxsa... Xeyr, qəssab qaydasız yerlərdə, kəsim müəssisəsindən kənar yerlərdə kəsilən heyvanlarda heç bir belə nəzarət yox. Amma hansı qəssablar ki, deyək ki, artıq o bir sənədi var, sənədini də təqdim edir, deyək ki, yerləşdirib qəssab ola bilsin ki, bəli, bizdə bu şəbəkə bu cür qurulub ki, kəsim müəssisələri
və ixtisaslaşmış ət satış mağazaları. Orada da demək şərait qurulur. Xüsusən biz soyuq zəncir deyirik ki, müəyyən temperaturda daşınsın ət, soyunmuş ət. Bu olan halda kəsim müəssisələrindən satış şəbəkəsinə gələn ətin aidiyyəti müşahidə edici baytarlıq sənədi olur. Eyni zamanda bu cəmdəklərin üstündə kəsim yerinin möhrü olur. Mütləq buna etibar edib o cürətlərdən istifadə etmək lazımdır. Qalib müəllim, bir xəbər yayıldı ki, müvəqqəti olaraq məhdudiyyətlər qoyulacaq və bir sıra suallar yarandı. Təbii ki, hər bir kəsdə ki, bu belə deyək, məhdudiyyətlər hansı növ heyvanlara və yaxud da ki, hansı bazarlara şamil olunacaq? Bu barədə də istəyərdik ki, məlumat verəsiniz. Bəli, bildiyiniz kimi biz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının üzvüyük və dünyada, o cümlədən də bizim qonşu ölkələrimizdə olan epizodik vəziyyət barədə müvafiq məlumatlar əldə edirik mütəmadi olaraq və bizim bu barədə qəbul elədiyimiz qərarlar da həmin təşkilatın məlumatlarına istinad edir. Son dövrlərdə aldığımız məlumatlara görə dünyanın bir çox ölkələrində, o cümlədən də bizim qonşumuz olan Cənubi Qafqaz regionu olan ölkələrində heyvanlar arasında xüsusi təhlükəli xəstəlik halları mövcuddur. Və biz ehtiyat tədbiri olaraq bu qərar qəbul eləmişik ki, heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsın. Bu sadə bir məntiqdir. Xəstəlik bir heyvandan başqasına təmas yolu ilə keçir, kontakt yolu ilə keçir. Bu işin məqsədi ancaq heyvanların təmasının aradan qaldırılmasıdır. Ondan başqa eyni zamanda heyvan bazarları müvafiq tələblərə cavab verən bir struktura malik olmalıdır, iş rejiminə malik olmalıdır və biz bazarlarda da araşdırma aparırıq ki, bu iş rejimi orada təmin olunsun və bioloji təhlükəsizlik tədbirləri tam yerinə yetirildikdən sonra bazarlar fəaliyyətə başlasın. Və qeyd edeyim ki, bu proseslər hamısı ciddi nəzarətdədir. Həm ölkəyə idxal olan heyvanlar, həm ölkədə yetişdirilən heyvanlar, aparılan müalicə profilaktika işləri Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumları tərəfindən yerinə yetirilir və hazırda zoonoz qisimli, yəni insana yoluxa bilən bir xəstəlik təhlükəsi ölkəmizdə yoxdur. Qalib müəllim, elə son dəqiqə bir başqa bir məlumatı da diqqətə çatdıraq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hörmətli tamaşaçılar, artıq 30 ildir Azərbaycanda dabaq xəstəliyinə insan yoluxması halı qeydə alınmayıb və bildirilib ki, xəstəlik əsasən deməli xəstə cüt dırnaqlı heyvanların təması və çiğ heyvan məşəli qidaların qəbulu zamanı insana keçə bilər. Nazirlik təsərrüfatlarda sanitar qaydalara əməl olunmasını və çiğ ət məhsullarının istehlakından çəkinməyi tövsiyə edir. Bu məlumata da istərdik ki, daha ətraflı bir şəkildə münasibətinizi tamamilə doğrudur. Bir qrup xəstəliklər var ki, onlar zoonoz xəstəliklər qrupuna aiddir. Bununla bağlı sizin də az öncə məlumatınız. Bəli, zoonoz xəstəlik o xəstəliklərə deyilir ki, heyvandan insana keçə bilir. Hazırda ölkəmizdə bu xəstəliyin təhlükəsi yoxdur və eyni zamanda vəziyyət nəzarətdə olduğuna görə bir yerdən başqa yerə heyvanın daşınması, sonra klinik xəstə olan heyvanların kəsimə göndərilməsi, bu tamamilə nəzarətdədir və buna yol verilmir. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, ümumiyyətlə sanitariya, gigiyena tələblərinə əməl etsinlər. Həm heyvana qulluq zamanı, həm bu alınmış məhsullarında ki, süd mütləq pasteurizasiya olunsun, yəni sadə dillə desək, 80 dərəcəyə qədər temperaturda qızdırılsın, sonra istifadə olunsun. Ət yaxşı pişirilsin, yeyilsin. Bizim ölkəmiz, bilirsiniz nətərdir? Bir sıra xəstəliklərə görə endemik olaraq qeyri-sağlam vəziyyətimiz var. Məsələn, ölkəmizdə bruselyoz xəstəliyi illərdir ki var. Bu bruselyoz xəstəliyi də heyvan mənşəli məhsullardan insanlara keçirir. O insanlara keçir ki, o bu tələblərə əməl eləmir. Eləcə də digər xəstəliklər və bugünkü aparılan işlərdə, analizlərdə onu göstərir ki, vəziyyət tam nəzarətdədir. Təbii ki, mövsüm amillərin təsirindən bu və ya digər formada heyvanlarda xəstəlik yarana bilər. Bu mümkün olan haldır və biz bunu həmişə hazır olmalıyıq ki,
bu yarana biləcək problemin qarşısını alır. Gigiyenik, çox üzr istəyirəm Anar, gigiyenik qaydalara riayət etsinlər dediniz. Bu halda təbii ki, ilk olaraq ağla gələn restoranlardır, dönər fəaliyyəti ilə məşğul olan müəssisələrdir. Burada da bir sual yaranır ki, deyək ki, bir yerdə dönərin qiyməti 5 manatdır, 7 manatdır, amma heç birimizə sir deyil. Bəzi yerlərdə görürsünüz ki, hətta 2 manata 1 manat 50 qəpiyə belə dönər təklif edirlər. Burada da təbii ki, hər bir kəsi düşündürür həmin ətin keyfiyyəti. Ümumiyyətlə, AQTA bu ərazilərdə yoxlamanı necə həyata keçirir? Bununla bağlı da istərdik məlumat. Təbii ki, qiymətin necə olması bioloji təhlükəsizlik mövzusu deyil. Ola bilər ki, ucuz olsun, amma heç bir təhlükəsi olmaz. Amma sözsüz ki, əgər ümumi bazarda qiymətdə biraz nisbətən aşağı qiymət təklif olunursa, buradan şübhələnməyə dəyər. Mən qeyd edeyim ki, bütün ictimai yaşam müəssisələri kimi dönər təqdim edən yerlər də, nöqtələr də müvafiq standartlara uyğun hazırlanır. Ora daxil olan məhsullar mütləq kəsim müəssisələrindən, xüsusən ətdən söhbət gedir. Müşahidə edici sənədlə daxil olmalıdır. Müəssisənin yerləşən yerin sanitar gigiyenik vəziyyəti normalara uyğun olmalıdır. Xüsusən təkcə ət yox, orada digər ədviyyatlardan istifadə olunur. Bəzi hallarda bu ədviyyatlar tez xarab ola bilən olur və vətəndaşlarımız da bunun diqqət yetirməlidirlər. Yəni şəxsin özünün... Şəxsin özü, adamın özünün şəxsi gigiyena qaydalarına əməl edib etməməsi, onun mütəmadi olaraq tibbi müayinədən keçməlidir və müvafiq sağlamlığını təsdiq edən sənəd olmalıdır. Gələn məhsulun hamısının müşahidə edici sənədlər olmalıdır. Məhsul bəzən dönər elə bir şeydir ki, gün ərzində istifadə olunur. Səhərdən hazırlanan dönər axşama kimi istifadə olunur. Təbii ki, xarab olma ehtimalı var burada. Bu istehlak eləyən adam bir fərqində olmalıdır ki, orada istifadə olunan ədviyyatlar da xarab olmayıb ki, bu normal şəraitdə saxlanılırmı, temperatur rejimi gözlənilirmi? Belə bir tələblər əgər bu ictimaiyyətin özü ən böyük nəzarətçidir. Əgər bu gözlənilsə, mən güman eləyirəm ki, dönər bu saat dünyanın hər yerində yayılmış bir ictimai yaşam müəssisələridir. Rahat istifadə eləyə bilər. Rahat istifadə eləyə bilər, bəli, bu tələblər yerinə yetir. Qalib müəllimin çıxışında mənim diqqətimi daha çox çəkən məqamlardan biri həm də o oldu ki, elə şəxsin özünün də tibbi müayinədən keçməsi, sağlamlığı ilə bağlı bir arayışının olması çox maraqlıdır. Görürsən, neçə restoran mı deyək, bu fəaliyyətlə məşğul olan məntəqələr bu prinsipi əldə rəhbər tutur. Çox maraqlı. Maraqlı olar statistik məlumatları tapmaq. Qalib müəllim, burada başqa məqamlar da var. Çünki biz bilirik ki, siz dediniz ki, müəyyən bir məhdudiyyətlər olacaq. Həmin məhdudiyyət zamanı ətin satışı tamamilə dayanırmı, yoxsa müəyyən hallarda bəzi yerlərdə satış davam edəcək? Qətiyyən yox. Bu mövzu ət satışını əhatə eləmir. Sadəcə heyvan indiyə qədər alınırdı. Məsələn, rayondakı bir heyvan satış bazarından. İndi o ət biznesi ilə məşğul olan adam həmin heyvanı gedəcək, təsərrüfatdan alacaq. Və yaxud ət mağazaları fərz eləyək ki, hansı ki, artıq kəsilmiş ətin satışı ilə məşğuldur, onlar da gedib kəsim müəssisələrini alacaqlar. Burada fərq bir ondan ibarətdir ki, heyvan gəlib toplanırdı, bazarda satılırdı. İndi bazarda satılmayacaq, təsərrüfatda satılacaq birbaşa. Onun da sağlamlığına, hərəkətinə nəzarət olunacaq, müşahidə edici baytarlıq sənədlərinə təqdim olunacaq. Hazırda bu izləmə işin daha da intensiv aparmaq üçün mühüm bir alət istifadə olunur, heyvanlar identikləşdirilməsi. Bu proses başlayıb, düzdür, tam əhatə eləməsə də günbə-gün bu identikləşmiş heyvanların sayı artır. Bir sözlə, bazar olmadan da bu prosesə ciddi nəzarət olunacaq. Bir də qanunsuz kəsim hələ də var və bu mövzu da aktualdır. Bəs onun qarşısının alınması yollarında hər hansı bir yenilik varmı? Burada siz yəqin ki, hiss eləyərsiniz ki, ildən ilə azalır bu məsələlər. Ancaq bunu daha da sürətli etmək olar və bu, qeyd edeyim ki, təkcə Qida Təhlükəsizliyi Agentliyinin öhdəliyində daxil olan vəzifə deyil. Biz mütəmadi olaraq əhalinin maarifləndirilməsi, bu və digər təhlükəli hallar barədə ictimaiyyətə məlumatların çatdırılması, eyni zamanda bu bizneslə məşğul olan sahibkarlarla iş aparılması sayəsində
güman edirik ki, getdikcə aradan qalxacaq. Elə qaynar xəttdən söz düşmüşkən, Qalib müəllim, bizim qaynar xəttimizə bir sual gəlib və çox maraqlı bir Yaxşı sualdır. sualdır. Belə ki, vətəndaş soruşur ki, əti təmiz olması üçün möhür vurulur. Bu möhür bir hissəyə vurulur. Ət parçalanandan sonra necə vətəndaşa sübut edə bilər ki, o mühürlü ətin bir parçasıdır? Yaxşı sualdır, praktik sualdır. Onu qeyd edeyim ki, ətin üzərinə, cəmdəyin üzərinə möhür bir yerdə deyil, ən azı 4 yerdə vurulur. Çünki cəmdəy axırı 4 yerə bölünür. Və əgər bu ət satış mağazasında başqa cəmdək yoxdursa, sözsüz ki, bu həmin cəmdəyin 1/4-dən ayrılmış bir parçadır. Belədir. Bu istiqamətdə iş gedir və qida təhlükəsizliyi informasiya sisteminin daxilində bir izlənmə qurulacaq. Xüsusən bu bir tərəfdən heyvanların identifikasiyasına bağlıdır, ikinci tərəfdən məhsulların izlənilməsinə bağlıdır və hər bir müəssisədə tərəzidə çəkildikdə onun üzərində QR kod və ştrik kod olacaq. Bu ştrik koduna vətəndaş biləcək ki, bu hansı rayondakı... Bu yenilikdir məncə. Bəli, bu proses gedir, yaxın vaxtlarda biz buna nail olacaq. Bəli, təşəkkür edirik sizə, Qalib müəllim, dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün çox sağ olun.